Salam uşaqlar. Salam. Bugün biz sizinlə 26 fevral tarixində görüşürük. Gəlin birlikdə Xocalı faciəsi qurbanlarını və Xocalı şəhidlərini bir dəqiqəyə sükutla. Allah rəhmət eyləsin. Hər dərs olduğu kimi, bugünkü akademik dərs saatımızda da müəyyən məqsədlərimiz var. Məqsədlərimiz mətndəki fikrə münasibətinə əlavə faktlar göstərməklə məlumatlarını əsaslandırmaq, tanış olmadığı sözləri lüğətlərdən istifadə etməklə birləşdirmək, eləcə də ifadəli oxunu nümayiş etdirməkdir. Bunun üçün də məqsədlərimizə çatmaq üçün biz dərslikdəki Einstein dərslərindən 2 alıdı mövzusunu götürmüşük. Mövzumuz da, məqsədimiz də o qədər maraqlıdır ki, bir an öncə bunu sizə çatdırmağa səbirsizlənirəm. Bir şagird düşünün ki, həmişə dərslərindən 2 alır. Müəllimləri onu düşüncəsiz, dərslərindən geri qalan şagird kimi dəyərləndirərdi. Hətta bəzi müəllimləri onun gələcəkdə heç bir nailiyyət toplaya bilməyəcəyini və ya mühafizəkar, onu həmişə 2 ilə hədələyərək imtahandan kəsəcəyi ilə qorxudurdular. Amma illər keçdi, həmin şagird dünyanın ən məşhur, ən dahisi oldu. Bu şəxsiyyət təbii ki, Albert Einstein'dir. Albert Einstein haqqında tarixdə həm həqiqətlər var, həm də tarixi yanlışlıqlar var. Bu yanlışlıqlar ondan ibarətdir ki, sonradan mifoloji baxışlara çevrilmişdir. Hətta deyirlər ki, Einstein dərslərindən 2 alırdı. Bu doğru olarmı sizcə? Əlbəttə ki, xeyr. Çünki o fizika və riyaziyyatı rasional səviyyədən integral hesablamaları, diferensial hesablamaları ən mükəmməl şəkildə bilən bir insan idi. Einstein haqqında daha hansı məlumatı demək yerinə düşərdi? O 15 yaşında ikən riyaziyyatı, fizika fənnini mükəmməl öyrənmiş, 16 yaşında Zürix Politexnik İnstitutunda oxuyarkən belə riyaziyyat və fizika fənlərindən ən yüksək nəticəni əldə etmişdir. Düzdür, ədəbiyyat fənnindən və botanikadan həmin il kəsilmişdir. Növbəti illərdə cəhd edərək yenidən böyük nailiyyətlərə sahib olmuşdur. Fransız dilini bilmir deyənlər, illər sonra həmən alim dünyanın bir sıra məşhur universitetlərində fransız dilindən mühasirələr demiş və buna da imza atmağı bacarmışdır. Uşaqlar, bu günləri Einstein mətbuat işçilərinin hər zamanki kimi sual yağışına məruz qalır. Deyirlər ki, uğurun sirrini bizə deyərsənmi? Einstein isə belə bir düsturla cavab vermişdir. A bərabərdir, x üstəgəl, y üstəgəl, z. Təbii ki, bu düstur nə riyazi anlamı yox, nə fiziki qanunlara əsaslanmır. Ədəbiyyatla inteqrasiya aparsaq, bu düstura metaforik düstur deyərdik. Təbii ki, Einsteinə xas olan bir cavab idi. Burada A uğura işarədir. Yerdə qalan cəmiyyətlər isə qız iş çalışmağı nümunə göstərir. Einstein demək istəyir ki, heç bir insan işləmədən, əziyyət çəkmədən və hətta heç bir alim oturduğu yerdə alimlik dərəcəsinə çata bilməz. İqor isə oyun və istirahət deməkdir, dincəlmək deməkdir. Ağınıza çöldə oynanılan oyunlar gəlməsin. Buradakı oyun Einstein təfəkkürünə görə hər hansı bir insan öz peşəsindən əlavə ya klavişli, ya nəfəs alətləri, ya da digər simli musiqi alətlərində çalmağı bacarmalıdır. Çünki belə insanlar yaradıcı, kreativ baxışlara malik olur və durmadan yaradarlar.
Buradakı Z kəmiyyəti isə təbii ki, metaforik olaraq dili saxlamağa işarə edir. Ən maraqlı kəmiyyət deyərdim budur. Çünki Einstein demək istəyirdi ki, insanlar dilini saxlamalıdır. Boş-boş söhbətlər etməməli, dedikodulara yol verməməli, işinə fokuslanmalıdır. Hər zaman işində uğur qazanmağı bacarmalıdır. Einsteinlə bağlı belə bir hadisə də maraqlıdır ki, uşaqların vaxtında dözülməz qızdırma xəstəliyinə tutulur 5 yaşındaykən. Atası ona kompas hədiyyə edir. Əlbəttə ki, sıradan uşaq üçün bu kompas oyuncağa çevrilə bilərdi. Amma Einstein buna bu cür yanaşmır. O düşünür ki, kompası əlində fırlatdıqca maqnitli əqrəb eyni istiqamətdə çevrilir. Və bu maqnitli əqrəbin özü də şimal qütbünə çevrilməsi təsadüfi deyil. Anlayır ki, buna edən hər hansı bir qüvvə var. Elə bir qüvvə ki, toxunulmazdır, lakin təsir edicidir və realdır. Gəlin baxaq görək uşaqlar. Dünyada daxil olmaq üçün məktəb qiymətlərinin hər zaman 5 olması, yüksək olması önəmlidirmi? Buyur Aynişan. Məncə önəmlidir. Çünki insanın universitetə və s. başqa bir yerdə işləməsi üçün qiymətləri önəmli olduğu üçün. Buyur, başqa kimin fərqli düşüncəsi varmı? Firuzə? Mənə görə önəmli deyil. Çünki insan məktəb dərsləri zəif də olsa, 5 olmasa da, gələcəkdə dərsdən kənar işlərə də yaxşı nailiyyət göstərə bilər. Yəni, öz bacarığına bu nailiyyətləri əldə edə bilər. Gəlin, dərslikdəki Einstein dərslərinin 2 adlı mətni ifadəsi ilə davam edək. Buyur, Səma. Deyirlər, Albert Einstein iştirak etdiyi məclislərdən birində bir nəfər ona yaxınlaşaraq yaxından tanış olmaq istədiyini bildirir. Bu məqsəddə həmin adam dünya şöhrətli alimə öz telefon nömrəsini deyir. 36 36 11 44 yadda qalan nömrədir, elə deyilmi? 2 dənə 36, 2 dənə 1, 2 dənə 4. Bəli, yadda qalandır. Xahiş edirəm, təkrar edin. 6-nın kvadratı, 19-un kvadratı, 12-nin kvadratı. Buyur, Aynişan, davam edin. Kimləri olsa da bu lətifədə böyük alimin intellektual özünə məxsusluğu da orijinal təfəkkürünü təzimindən xəbər verir. Siz davam edin. 20-ci əsrdən böyük alimlərdən sayılan Albert Einstein 1879-cu ildə Almaniyanın Ulm şəhərində Yəhudi ailəsindən olmuşdur. İlkin təhsilini yerli katolik məktəbində alan Albert 6 yaşında skripkada çalır, təbiət elmlərindən maraqlanırdı. Belə bir geniş yayılmış fikir var ki, Einstein orta məktəbdə pis oxuyurmuş. Doğrudanmı? Dahi fizik Nobel mükafatı laureat Albert Einstein uşağlığında orta məktəb proqramını da mənimsəyə bilirmiş. Einstein 1896-cı ildə aldığı orta məktəb atestatından görünür ki, 17 yaş Albertin cəbr, həndəsə, fizika, tarix fənləri və bilikləri 6 ballıq sistemlə ən yüksək qiymətə layiq görülür. Gələcək dahinin cəmi 1-3 olub fransız dilindən. Bununla belə Einstein 20 il sonra dünyanın ən məşhur universitetlərindən müxtəlif dillərlə, o cümlədə fransız dilində müasirləri oxuyurdu. Əsəri isə Einsteinin zəif şagird olması haqqında əfsanə necə yaranır? Gənc Albert gimnaziyada təhsil alarkən müəllimlərin münasibətləri həmişə gərgin olur. Bəsdir. Buyur, davam edin. Hazır düşüncəli şagirdlərə, avtoritar müəllimlərə, hərbi qaydalara, xatırladan davranışların olmalarından heç vaxt xoşu gəlmirdi. Müəllimlər də Alberti eyni məhəbbətlə yanaşıblar. Bir dəfə hətta müəllimlərin biri Einsteinin üzünə demişdi ki, sənin burada olmağın bütün məktəbin nüfuzuna xələl gətirir. Einstein gimnaziyadakı əzbərçilik sisteminə qarşı çıxırdı. Ən ağır cəzaya dözməyə hazıram. Tək məni bu cəfəngara əzbərlətdirməyə məcbur etməsinlər. Amma o sərbəst şəkildə öz üzərində çalışan, o çox mütəlim edirdi. Uşaqlar edirdi. Buyur, Xədicə, davam edin. Böyük alim filosofiyalar əsərləri oxuyurdu. Beləliklə Einsteinin pis oxuyan yox, mühafizəkar müəllimlərinin nəzəri pis daim itaatsizlik göstərən şagird olub. Onun atestatında bəzi fənlər üzrə qiymətləri aşağı olması da çox güman ki, bəzi müəllimlərin ona şəxsi münasibəti ilə bağlı olub. Belə nəticədə çıxarmaq olar ki, Albertin biliyini yoxlayan bəzi müəllimlər gələcək dahinin məntiqi təfəkkürünün dərinliyi və orijinallığını duyub bilmişlər. Bəsdir. Duya bilməmişlər. Buyur, Fəqan.
Einstein yaxının tanıyan müasirlər onun çox xeyirxah, istiqamlı adam olduğunu yazırdılar. Bu da o həyatında lətifələrin çox olması, bəlkə də onun özünün dərin yumor hissinə malik olmasına irəli gəlirdi. O yalnız eləmə qapalı, bütün günü yazı masasının arxasında keçirən alimlərdən deyildi. Einstein musiqini, ədəbiyyatı, bədii filmləri çox sevir. Skripkada gözəl çalır, bağçılıq, filateliya ilə məşğul olurdu. Bəsdir, dinlər davam edir. Elmi dairələrdə böyük nüfuza malik olması baxmayaraq Einstein təbii ki, uzaq adam idi. Həmişə deyirdi ki, o da səhv edə bilər. Əgər doğrudan da səhv edirsə, bunun hamının qarşısında etiraf edirdi. Ədalətsizlik həmişə Einstein'in hiddət olurdu. Təbiəti etibarilə humanist, pasifist olan Einstein'in ən çox nifrət etdiyi söz zorakılıq idi. Ona görə də Almaniyanın faşist partiyasına hakimiyyətə gəldi. Böyük xalqın doğma ölkəsini tərk etməli oldu. Bəsdir. Bizi davam edir qızım. Einstein həm də çox xeyirxah insan olmuşdur. Onun şəxsi həkimi yazırdı ki, alim rəssamlarla şəklini çəkməyə razılıq vermirdi. Çünki onların qarşısında saatlarla oturmağa, bahs etmək istəmirdi. Lakin bir gün gənc bir rəssam ona bu haqda müraciət edib tanıqlığını demişdi. Mənim maddi sıxıntılarım var, sizin proteziniz hesabına ehtiyacınız qurtaran maddi vəziyyətini düzəldə bilərəm. Onda Einstein heç kimi tanımadı. Yulis. Onda Einstein heç kimi tanımadığı bu rəssam kabinetdə dəvət etmiş və ona bir neçə saat vaxt ayırmışdı. Ömrünün sonuna yaxın Einstein öz dəyərləri sistemində belə ifadə etmişdir. Mənim yolum işıqlandıran, Mənə cəsarət və iradə verən ideyalar, xeyirxahlıq, gözəl və həqiqət olmuşdur. Gözəllik və həqiqət olmuşdur. Eləsə uşaqlar, ekrana baxın. Mətnin oxusundan sonra bu cədvəli cavablandırma görüb bacararsınızmı? Bax, oxuduğunuz mətninə əsasən Einsteinin milliyyəti haqqında kim nə deyər? Buyur Fəqan. Amma Amerikada yaşanır. Milliyyəti barədə. Arada doğulubdur. Buyur, Hatice. 1879-cu ildə Almaniyada Ulm şəhərli Yahudi ailəsindən anadan olmuşdur. Deməli, Almaniyalı olması haqqında məlumat vardır. Yaşadığı ölkə haqqında nə deyə bilərsən? İsveç, Almaniya. Ömrün sonlarına yaxın vəsadə yaşamışdır. Amerikada. Təvəllüd haqqında Fəqan buyur. 1879-cu ildə. Maraqları haqqında Firuzə buyur. Mən o musiqini, ədəbiyyatı çox sevir, skripkada gözəl çalır, bağçılıq və filateliya ilə məşğul olurdu. Xarakterinin xas olan cəhətləri isə buna buyur səndə. Əzbərçilik sevmir. Əzbərçiliyi sevməkdir. Səmimi düşüncələri və sərbəst düşüncələrə malikdir. Yaxşı, əyləşin. İndi buyurun iş vərəqlərində suallarını cavablayın. Vaxtımız gedir. Kimi payladımsa başlasın uşaqlar. Güzel işler. Buyurun. Mesela kaldırsa. Güzel işler. Vaxtımız gedir. Gəlin uşaqlar, sual zəncirindən istifadə edək. Hər kəsə düşən sualları bütün sinif məlumatlı olsun deyə sual zəncirindən istifadə edək.
Amma oxu zəhmət olmasa, Mənim sualım belədir. Lüğətdən istifadə edərək katolik, filateliya, pasivist, avtoritar və mühafizəçar sözlərini izah edilir. Katolik xristianlıqda əsas məzhəblərdən biridir. Filateliya, kolleksiya, marka və poçadan şeydir. Pasivist, pasivizm sənətkarı. Avtoritar bütün bəşəriyyəti öz hakimiyyətini möhkəmləndirməyə çalışan, mühafizəçar isə köhnə adət-ənənələri sevən, onlara riayət edən köhnə tərəfdarı, köhnə pərəst. Qubrasan oxu sualını görün. Həmən şəməyə sualı. Sillogizmi tamamlamaq. Sillogizm bir və ya bir mühakimədən nəticə çıxarmamız deməkdir. Birinci mühakimə. Julius Sezar qanun müharibesi haqqında əsəri Latin dilində yazmışdır. İkinci mühakimə. Albert Einstein Sezarın qanun müharibəsində haqda yazdığı əsəri aydınlarını unutmuşdur. Nəticə isə budur. Albert Einsteinin Latin dilini bilməsi. Bizim testlərdə bəzən qabımıza bir neçə variant çıxa bilər. Bunları götürmək düzgün deyil. Biz verilən mühakimələri bu nəticədə çıxasın. Sillogizm odur ki, verilən mühakiməyə görə doğru olanı seçə bilərsiniz. Aferin. Hünər davam et. Mənim sualım mətnin motivasiya və giriş hissələrini müəyyənləş üçün düşür. Motivasiya hissəsi mətnin əvvəlindəki telefon nömrəsi bağlı 2-3 nümunəsi ilə maraq aydan isə motivasiya isə giriş hissəsi mətnin Einsteinin 1879-cu ildə bununla şəhərin dağıdan olması və uşaq vaxtında spirik qazanmasıdır. Bu mətnin digər mətnlərdən fərqli olaraq lətifə hissə ilə başlar. Deyilər, Albert Einstein iştirak etdiyi məclislərdən birində bir nəfər ona yanışaraq yaxından tanış olmaq istədiyini bilir. Bu məqsədlə həmin adam dünya şöhrətli adına öz telefon nömrəsini deyir. 36-36-14-4 yadda qalan nömrədir. Elə deyil, 2-36, 2-1, 2-4. Bəli, yadda qalanda xahiş edirəm təkrar edin. 6-ın kvadratı, 19-un kvadratı, 13-ün kvadratı. Cümləli olsa da bu lətifə böyük alimi intellektual özünə məxsuslu orijinal təfəkkür tərəfindən xəbər verir. Cümlətin giriş hissəsinə aiddir. 20-ci əsrin ən böyük şamirlərdə salan Albert Einstein 1879-cu ildə Rum şəhərində yadda adresini alınmışdır. İlk dərsini yerli katolik məktəbində alan Albert 6 yaşında spirik qaçar təbiət elmlərində məlumatlandı. Bu hissə isə 2 hissədir. O isə bir hissəyə ayrılır. Başqırırsa davam edirsən. Mənə verilən sual aşağıdakı lətifələri mətnin hansı hissəsinə əlavə edərdiniz sualıdır. Birinci lətifə verəcək. Einstein yaxından tanıyan müasirlərdə onun çox xeyirxah, istiqamlı adam olduğunu yazırdılar. Einstein'i xərc edirlər ki, Tiçanelin nisbi nəzəriyyəsini başa salsın, o deyil. Bu çox sadirdir. Baxın, başımızda cəmi 2 tük varsa bu çox azdır. Elə deyilmi? Tamamilə doğrudur. Ancaq boşqabda şurada 2 tük görsəniz, aman Allah, burada nə çox tük var deyəcəksiniz. Düzdür, tamam, elədir, deyəcəm. Və sonra nisbi nəzəriyyəsi də elə bu deməkdir. İkinci lətifə isə budur. Bunu isə ikinci hissənin birinci adresine uyğun etmək olar. Einstein'i yaxından tanıyan müasirləri onun çox xeyirxah, istiqamlı adam olduğunu yazırdılar. Bu da haqqında lətifələrin çox olması, bəlkə də onun özləri yumor hissinə malik olmasına irəli gəlirlər. Bunu seçməyimin səbəbi mətndə yumor hissinə, Einsteinin dərin yumor hissinə malik olması oldu. İkinci lətifə isə budur. Einstein Çarlıq Çaplinin çəkildiyi filmlərdən çox xoş gəlirdi. Bir dəfə o Çaplına telegram göndərir. Siz daha aktyor tutursunuz. Sizin çəkildiyiniz filmlər bütün dünya xalqları başa düşür. Einstein Çarlıq Çaplin isə cavabında yazır. Mən də sizə pərəstiş edirəm. Sizin nisbi nəzəriyyənizi heç kim başa düşmür. Bununla belə siz də daha adamsınız, Çaplin. Bunu isə ikinci adresine uyğun etmək olar. Yəni ki, o yalnız zəmə qapını bütün gününü yazıb masası arxasında keçən ali müəllim deyildi. Einstein musiqi ilə ədəbiyyatı çox sevir. Skripkada gözəl çalır, bağçılıq filateliya ilə məşğul olurdu. Bunun olmasının səbəbi isə mətndə filmdən bəhs etməsi oldu. Doğru, yazımda yazırsan. Rəqəm buyur davam edər. Mənim sualım budur. Görəcə verilmiş hansı bağlayıcıda son nömrəci qoyulandır. Ona görə də Almaniyada faşist partiyası hakimiyyətə gələndə böyük çağırma öz doğum ölkəsini tərk etməli oldu. Mən burada ona görə də bağlayıcıdan nə əvvəl, nə də ki son nömrəci qoyulmamalıdır. Onun şəxsi həkimi yazırdı ki, aləm rəssamlara şəkil çəkməyə razılıq vermirdi. Çünki onların qarşısında saatlarla oturmaq vaxt çəkmək istəmirdi. Mən burada ki, bağlayıcıdan sonra vergül qoyulmalıdır. Sonra isə çünki bağlayıcıdan əvvəl özü vergül qoyuldur. Onda Einstein heç kimi tanımadığım bu rəssamın kabinetini dəvət etmişdi və ona bir neçə saat vaxt ayırmışdı. Mən burada və bağlayıcıdan nə əvvəl, nə də sonra vergül qoyulmalıdır. Birləşdirmə bağlantısında yaxşı, xərcə buyur. Mənim sualım belədir. Durğu şələrini yerində işlətmişlər, nöqtələri yerinə görə bağlayıcıları artırıb yazın. Birinci cümləm belədir. Güc hər şey qalib gələr, amma bu qələbə uzun sürməz. Mən buraya amma bağlayıcını əlavə elədim, çünki bu cümlə bir-birinə ziddiyyət bildirir və ammadan əvvəl vergül qoydum.
2. Elə məğlubiyyət var ki, şərh və şöhrətinə görə qələbədən geri qalmır. Mən buraya 2 bağlayıcısını əlavə elədim və 2-dən sonra vergül qoydum. 3. Cavanlıq gözəllikdir, ona görə də ona rəc qatmaya ehtiyac yoxdur. Mən buraya ona görə də bağlayıcısını əlavə elədim və nə əvvəlinə sonra vergül qoydum. 4. İnsanların böyük mükafatı da cəzanı da öz vicdanı verir. Mən buraya da bağlayıcısını əlavə elədim və burada da bağlantısı 2 dəfə təkrarlandığına görə birincisində vergül qoydum, ikincisində qoymadım. Sən davam edirsən. Mənə Albert Einstein fərqləşmə nəzəriyyəsi hansı deyə düşündüm? İkinci Switch nəzəriyyəsi. Nisbilik nəzəriyyəsi. Hüseyn sən? Məndən sual verir ki, mənə Y bərabər M kvadratının üstü nə ifadə? Cavabımız belə ki, bir şeylə kütle arasındakı əlaqəni göstərir. Ayşan? Albert Einstein mövzu ilə hansıdır və bu ilin çərçivəsində məqalə yazmışdır. 1905-ci ildir və 4 asosial məqalə yazmışdır. 1. İşin kvant nəzəriyyəsi, 2. Bron hərəkəti, 3. xüsusi Smith nəzəriyyəsi, 4. Kütlə enerjisi bərabərliyi kimi əsas məqalələr dərc etmişdir. Təqdimatı gətir qızım. Fidan buyur. Mənim sualım Albert Einstein Nobel mükafatını hansı kəşfə görə aldı və niyə nisbət nəzəriyyəsinə görə yox, başqa bir kəşfə görə mükafatlandırılır? Cavabım 1921-ci ildə fotoelektrik effektinin izahatına görə çünki vaxt nisbət nəzəriyyəsi tam qəbul olunmamışdır. Digər sualım ümumi nisbət nəzəriyyəsinə görə cazibə qüvvəsi əslində nədir? Cavabım zaman məkan əyriliyidir, yəni cazibə qüvvəsi yox, cütlərin məkan əyriliyidir. Mən enişli rəsm məktəbətçisinin ən zəif olduğu fən hansıydı və bax niyə yanlışdır. Riyaziyyat deyil, əslində attestat sistemi dəyişmək üçün yanlış anlaşılır. Oraya çox güclüydü. Albert Einstein bir müddət hansı peşədə işləyib və bu iş onun engilisində təsir etmişdir. Patentə idarəsinə məmur şərif və texniki problemlərə üzrə düşünmə yaradıcılığını artırmışdır. Mənim sualım Albert Einstein hansı üç vəzifə təklif olunmuşdur və onu niyə imtina etmişdir? İsrail prezidenti olması təklif olunmuşdur. Siyasi lider olmadığını deyərək imtina etmişdir. Einstein kütlə və enerjinin qarşılıqlı əlaqəsini ifadə edən dünyaca məşhur tənliyi hansıdır? Cavabım Y bərabərdir M kvadrat. Y varalı enerji, M kütlə, S isə işıq sürəti. Nədən müdür? Məncə sual olmalı olsa da Albert Einstein həyatının müəyyən dövrlərində müxtəlif ölkələrin vətəndaşı olub və ömrünün son illərində hansı ölkədə keçirib və harada vəfat edib? Cavab isə Amerika Birləşmiş Ştatları, New Jersey ştatının Princeton şəhərində vəfat etmişdir. Məndən sual verir ki, fizikadan başqa Albert Einstein ən böyük həvəsi musiqidir. O hansı musiqi alətində çox mənalı ifadə edir. Cavabım belə ki, Albert Einstein skripka çalmağı çox sevirdi. Onun Lin adlandırdığı bir skripkası var idi. Sən davam et. Mənim sualım sizdir. Albert Einsteinin sessiz məsələsinə görə kainatın dəyişmə zamanı heç nəyin keçə bilmədiyi sürət haqqında nədir? Cavabım isə budur. İşıq sürəti vakuumda təxminən 300 min km/saniyə düşür. Mətnlərimiz var. Sizin üçün dinləmə mətni hazırlamışam. Buyurun, dinləyin. 7-ci sinif üçün dinləmə mətnləri. Mətnlərə diqqətlə qulaq asın. Hər mətndə Albert Einsteinin hansı xüsusiyyətlərindən bəhs edildiyini, bu məlumatların onun tərcümə halına və xarakterinə uyğun gəlib-gəlmədiyini müəyyənləşdirin. Məsələ. Dinləmə mətnləri. Mətnlər və münasibət bildirin. Dinləmə mətni 1. Einsteinin orta məktəbdə pis oxuması haqqında fikri daha çox zəif şagirdlərdən və onların parlaq gələcəyini ümidlərini itirməmiş valideynlərindən eşitmək olar. Alimin bəzi bioqraflarda onun tərcümə halını yazarkən yanlışlığa yol veriblər. Məsələn, onlardan biri İsveçrənin orta məktəblərində tətbiq olunan baz dilini, Alman məktəblərindəki baz dili ilə səhv salaraq dahi fizikin aşağı qiymətlərlə oxuduğunu yazıb.
Öyleysə, birinci dinləməyə əsasən müqayisə aparla münasibət bilir. Mən mətnə görə Einstein dərslərini heç də pis oxumayıb. Yaxşı, ikinci dinləməklə davam edək. Mətni 2. 1922-ci ildə artıq dünya miqyasında tanınmış Einstein, gənc bir alimin astronomiya sahəsində yeniliklərini tənqid edir. Gənc astronom ona məktub yazaraq öz nəzəriyyəsini ətraflı şəkildə izah edir. Bundan sonra Einstein mətbuatda çıxış edərək gənc həmkarına üzr istəmiş və onun elmi fikirlərinə dəstək vermişdir. Bəqam, ikinci dinləmə münasibət bilir. Mən dinlədiyim əsasın cavabını verirdim. Einstein təkəbbürdən uzaq idi. Həmişə deyib ki, o da səhv edə bilər. Əgər doğrudan da səhv edirsə, bunu hamı içərisində etiraf edir. Yəni, hər bir insanın səhv edər, gələcəyi bir artım olur və əsas odur ki, onu etiraf etməyi bacarsın. Davam edək. Mətni 3. 1934-cü il. ABŞ-da yaşayanda Einstein nasist Almaniyasından qaçmış, elm və incəsənət xadimlərinə yardım üçün xeyriyyə konserti vermiş. Və bu konsertdə şəxsən özü skripkada Wolfgang Amadeus Mozart'ın əsərlərini ifa etmişdir. Bunu isə Xədicə, buyur münasibət bilir. Mən dinlədiyim mətnin əsası münasibətin belədir. Almaniyada faşist partiyası hakimiyyətə gələndə böyük çağında olma ölkəsini tərk etməli oldu. Dördüncü mətnə keçək. Dinləmə mətni 4. Bir qadın rəfiqələrinin yanında özünü çox ağırlı göstərmək üçün Einstein'e yaxınlaşıb soruşur. Bağışlayın, siz mənə zamanla əbədiyyət arasındakı fərqi başa sala bilərsinizmi? Bilirsiniz, deyə Einstein cavab verir. Bu fərqi başa salmaq üçün mənim zamanım çatsaydı belə, onu anlamaq üçün sizə əbədiyyət lazım gələrdi. Bunu isə Firuzə şahiddiniz. Münasibət bildirsin. Mən mətnə əsasən, onun tərcüməyi halına və xarakterinə əsasən cavabım belədir. Einstein yaxından tanıyan müasirlərini, yəni ki, onun özləri yumorçisine malik olduğunu deyirlər. Bunu isə Einstein özləri yumorçisine malik olmasından irəli gəldiyini deyirlər. Yaxşı, ona davam edək. Mən verən düşən sual belədir. Charles Chaplin Einsteinin telegram vasitəsilə yazdığı münasibət sizə bu bölmədə hansı mətni xatırladır? Bölmədəki hansı mətnləri xatırladırsınız? Mənə Pollyanna mətni xatırladır. Çünki Miss Harrington Pollyanna ilə məhz telegram vasitəsilə əlaqə saxlamışdır. Aynışın davam edir qızım. Telegram nədir? Yunanca teleuzaq qrammayası deməkdir. Uzağa keçirmək mənasını verir. Telegram vasitəsilə təcil məlumata uzaq məsafəyə keçirmək mümkündür. Hüseyin buyur. Mən sualım verəm ki, Telegramın neçə növ var və hansı vardır? Telegramın 2 növ var ki, hadisi haqqında məlumat vermək və yaxud da almaq üçün Telegram növü, ikincisi də pul köçürmək üçün Telegram növü. Sana buyur. Telegram məzmununa görə iki formada olur və hansılar üç formada olur. Adi telegram forması, xüsusi telegram forması və təcil telegram forması. Məndən adi telegram forması haqqında danışım olmuşdur. Adi telegramda sözlər azlıq təşkil edir, sözlərin sabitinə çatmalı qeyri-məhduddur. Bence buyur. Mənim sualım belədir. Təcil telegram forması nədir? Vaxt məhduddur. Ən tez zamanda telegram sabitinə çatdırılmalıdır. Mənim sualım xüsusi telegram forması haqqında nə düşünmüşdür? Bunlar son bölüm haqqında Telegramın elinə göstərmək var. Bu Telegram isə həkim tərəfindən təsdiq olunur. Dilan buyur. Mənim düşən sual xüsusi telegram formasını daha nəyə nümunə göstərməli olar? Cavabım, bəzi dövlətlər arasında da xüsusi telegram formasından istifadə olunur və bu telegram dövlət başçıları imzalayır. Yaxşı, bu dərsimizin sonunda hansı nəticə gəlirsiniz? Siz Einstein adında biliklərinizi necə artırdınız? Onu daha necə tanıya bildiniz? Mən ki, öyrəndim ki, Albert Einsteinin 1879-cu ildə martın 14-də Almaniyadan aldığı 9 yaşına qədər Albert əvvəlcə dərslərdə çox geri qalsa da 9-10 sinirdə bütün həmyaşlarını qabaqlayır. Hüseyin? Mən ki, Einstein haqqında öyrəndim ki, Einstein musiqini, bədii filmləri çox sevir, skripkalı gözəl çalır, bağçalı və filateliya ilə məşğul olurdu.
Firuzə, Mən öyrəndim ki, Einstein 72 yaşında şərəfinə keçən doğum günü tədbirindən ayrılıb. Maşına minmək istərsən isə fotoqraflar onların gülümsəməsini istəyirlər. Einstein isə şəkil çəkdirdiyində gülümsəməkdən çox bəyənmişdi. Buna görə isə birini çıxardıb. Ancaq sonra Einstein şəkli o qədər çox bəyənib ki, onu tərif kartlarına da çıxardı. Einstein həyat tərzində həyatı çox sadə idi. Onun otağında digər alimlər kimi əşyaları, laboratoriyası yox idi. Onun otağında sadəcə Newton şəkli və bir teleskop var idi. Bir dəfə yoldaşları ondan bu teleskopun nəyə lazım olduğunu və alətlərinin nədən ibarət olduğunu xəbər aldılar. Einstein isə cavabında dedi, teleskop qalındır, mən onu oyuncaq kimi saxlayıram. Alətlərə gəldikdə isə sadəcə olaraq avtoqələmdən ibarətdir deyir. sonra kimin əlaqəsi var? Həcə, Alman və İsveçrədə təhsil alıb, riyaziyyat və fizikanı çox sevirdi, əzbərçiliyi sevirdi, azad düşünməyi sevirdi, Sürük Politexnik İnstitutunda oxuyub. Orta imtahan IQ-su 90-110, çox yüksək 130, Einstein isə 160-190 arasındadır. Güzel nüfuzlu alimlerden biri olup ilk keşfini 1920 yılda fizika fənni üzrə idi. Bunun ilk keşfi Bron hərəkəti olmuşdur. 12 yaşında riyaziyyatı mükəmməldir. 17 yaşında isə tarix və fizika fənlərindən maraq vardır. Səma, buyur. Albert Einstein 3 yaşına kimi danışmırdı və o bir dəfə yemək yeyərkən yemək istəyir və danışmağa başladı. Və o riyaziyyatı və fizikanı çox yaxşı bilirdi, təbii terimləri ilə də maraqlanırdı və o bir dəfə danışarkən valideynləri deyirdi ki, sən nə üçün indiyə kimi danışmırsan və o isə cavabını belə bildirirdi ki, danışmağa gərək çox idi. Einstein verilən analiz haqqında məlumat. Einstein 1955-ci ildə həyatını itirdikdən sonra onun beyni oğurlanır və bunda onun yaxın dostu Hans Chalmers nətər deyil. Onu araşdırmağa, yəni Bəli. beynin tərkib hissələrini araşdırmağa. Şübhəli bilinir və istintaqa cəlb olunur. Sınav bitdikdən sonra onun oğlundan icazə alaraq beynini götürür və bir parçaya bölür, soyut adlı bir maddənin içərisinə qoyur və bunu etməsinin səbəbi isə onu başqa maraqlı gələn tədqiqatçılarda paylamaq istəməsidir. Görək, Burak, Dünyanın son ailesi haqqında məlumatlarını, onun son ailesi onun ölümünün heç kimin xəbəri olmadan yandırılmasıdır. Mən Einstein haqqında eşitdiklərimə əsasən düşünürəm ki, Einstein təkcə böyük alim deyil, həm də insan düşüncələrinin səthini genişləndirən tarixi şəxsiyyətdir. Onun ideyaları bu gündə elm və texnologiyanın inkişafında istifadə olunur və böyük qiymətləndirilir. Daha bir sözü ilə bitirək uşaqlar, dahi olmaq təkcə qiymətdir, həm də fərqli düşünmək və inadkar olmaqdır. Nədə inadkar olmaq? Təbii ki, elmdə inadkar olmaqdır. Einstein nümunəsi bizə bir daha göstərdi ki, hər kəsin öyrənmə sürəti var, hər kəsin öyrənmə tərzi var və bunlar bir-birindən fərqlidir. Böyüklə dərsimizi yekunlaşdırdıq, zehniniz açıq olsun, yolunuz açıq olsun.